Salam uşaqlar, 2020-ci il 4-cü qrup 20 avqust qəbul imtahanının suallarının izahına baxaq. Deməli, parçalama reaksiyalarına əsasən, qrafiklərinə əsasən X və Y maddələrini müəyyən edin. Bax, hər birini sadəcə yazmaq lazımdır. Məsələn, kalsium NO3 2 dəfə. Kalsium nitrat parçalanır, alınır. Kalsium NO2 2 dəfə kalsium nitrit üzərinə gəlsin oksigen. Əmsallaşdırmaq üçün bura 1, 2, bura 1, 2, oksigen 6, 12, oksigen 4, 4 dəfə 2, 8. Heç deyəsən, əmsallaşdırmağa onda ehtiyac da yoxdur. Bir dən baxaq, kalsium 1, kalsium 1, azot 2, azot 2, oksigen 6, oksigen 2 dəfə 6. İndi baxaq, verib ki, başlanğıc maddənin, bir dənə fikir verib, başlanğıc maddənin 3 molu tam parçalandıqda alınsın deyir 3 mol bərk maddə, 7,5 molda deyir alınsın qaz. Elə? Onda birinci qrafik, yəni kalsium nitrat heç bir qrafik aid olmayacaq. Niyə? Çünki kalsium nitratın 1 molundan 1 mol kalsium nitrat alınırsa, 1 molda qaz alınır. Əgər 3 mol tam parçalanırsa, 3 mol bərk maddə alınır, elə 3 molda qaz alınır. Ona görə birinci qrafik baxırıq ki, yəni kalsium belə deyək, necə deyim, deməli, X maddəsi ola bilməz. Y-də olsa, 2 mol götürsək, 2 molunun parçalanmasına 2 mol, 2 molda alınmalıydı. İndi fikir verək, yazıb ki, 2 molunun parçalanmasından 1 mol bərk maddə. Ona görə birinci qrafik, daha doğrusu kalsium olan heç bir qrafik aid olmayacaq. 1 çıxdıq. 1 çıxdı, 1 çıxdı, 1 çıxdı. Qaldıq D variantına Y variantı arasında. Heç 2-yə baxmağa ehtiyac yoxdur. Birbaşa ya 3-ə baxaq, ya 4-ə baxaq. 4 daha rahatdır, yəni əmsal cəhətdən. Ona görə gəl 4-ü parçalayaq. Kalsium NO3 2 dəfə parçalanır. Deməli, kalsium nitratın parçalanmasından, deməli, natrium nitratın parçalanmasından alınır natrium NO3 2 dəfə üzərinə gəlinsin. Deməli, oksigen qazı. Baxırıq, əmsallaşdırmaq hökmən lazımdır. Natriumun 2 moluna 2 mol bərk maddə, 1 molda oksigen alınır. Yəni, qaz alınır. Əgər mənim, indi qrafikə baxaq, natrium tutaq ki, Y maddəsi olsaydı, 2 molundan bərk maddə 2 mol alınmalıydı. Ona görə 4 Y ola bilməz. 2 molundan 2 mol bərk maddə, 1 molda qaz alınmalıydı. Ona görə bir dənə qalır 31-də düzgün cavab Y variantı. Davam edirik 32-ci sualdan. Doymuş bir əsası karbon turşusunun eyni sayda karbon atomu olan doymuş bir atomu spirtlə əmələ gətirdiyi mürəkkəb efirin 1 molekulunda spirtə aid olan hissəsindəki neytronların sayı 20-yə bərabər olarsa, mürəkkəb efiri müəyyənləşdirin. Gəl baxaq. Doymuş bir əsası karbon turşusunun eyni sayda karbon atomu əmələ gətirdiyi bir atomu spirt. Deyirik ki, spirtdən H, turşudan OH ayrılır da. Ona görə məsələn, bir dənə bax, tutaq ki, CH3OH-la, tutaq ki, CH3COOH-ın, indi aydın ki, bu olmaz, bu C2H5 olacaq. Çünki eyni sayda. Spirtdən H, turşudan OH ayrılır. Onda mürəkkəb efirdə bax, CH3COO, o C2H5-dir da uşaqlar. Onda mürəkkəb efirin spirtə aid olan hissəsi budur. Yəni, O, 3CN, H2N topla 1. Deyir ki, burada da neytron sayı 20-yə bərabərdir. Deməli, hidrogenin neytronu yoxdur. Oksigenin neytronu 8. 8 üzərinə gəlsin. Karbonun neytronu 12-dən 6-sını çıxırsan. 6N sayda 6N bərabərdir 20-yə. Buradan 6N bərabərdir 12-yə. N də bərabərdir 2-yə. Təsadüfən biz mən nümunə olaraq bunu yazmışdım. Elə N-i 2 olan spirt hansı olur uşaqlar? C2H5OH təsadüfən gəldi, düz oldu. İndi C2H5OH-ın da üzərinə eyni sayda karbon atomu olan turşu gəlsək, yəni sirkə turşusu gəlsək, spirtdən H, turşudan OH, CH3COH üzərinə gəlsin su. Daha doğrusu CH3COO, CH3. Yoldaşlar, bunun da adı nədir? Yox, C2H5. Tələsirəm biraz. Ona görə, bax, spirtdən H, turşudan OH getdi. Yerdə nə qaldı? CH3COO, C2H5. Etil asetat varmı? Etil asetat düzgün cavab 32-ci sualda eləyəcək Y variantı.
33-cü suala baxaq. Hansı ifadələr bu maddə üçün doğru deyil? Yaxşı. Bax, gəl biz burada birinci qrafikdən yola çıxaq. A, B2 maddəsindən yola çıxaq. Bax, görürük ki, A, B2 maddəsində A-nın kütləsi, bax, A-ya 2B qədər kütlə düşür. İndi verib ki, bax, hansı qrafikdə ona uyğun gələn, bax, budur. A-nın kütləsi 3,5 olanda B-nin kütləsi. A-nın kütləsi 3,5 olanda B-nin kütləsinə verib, deməli, neçə? B-nin kütləsinə verib, deməli, 8. Onda deməli, buradan A bərabər imiş elə 3,5-ə, 2B bərabərdir 8-ə, deməli, B bərabər imiş 4-ə. İndi gəl, məsələn, biz ikinci maddəyə baxaq. Bax, ikinci maddəyə gəlsək, fikir ver, bunun B-si 4-dür. Elə B-nin özü 4-ə bərabər. Deməli, ikinci maddənin tərkibində bir dənə B var. İndi ikinci maddənin tərkibində A 3,5-dir. Elə A-nı da 3,5 tapmışdıq. Deməli, bir dənə də A var. Onda ikinci maddənin formulu, yoldaşlar, deməli, AB olacaq. İkinci maddənin formulu olur AB. İkinci maddənin formulu A2B səhvdir. İkinci maddənin formulu AB 3 doğrudur. Onda 3 olan variantları çıxaq. Çünki bizə yanlışı soruşur. 1, 4, 6, 1, 4 dəqiqdir, 1, 4 dəqiqdir. İndi ya 5-dir, ya 6-dır. Ya 5-dir, ya 6-dır. Görək hansını yazaq. A maddəsinin kütlə payı birinci və ikinci maddələrdən B maddəsi. Onda gəl üçüncünü də burada tapaq. Çünki bizə 3 də lazımdır. İkinci maddənin, birinci maddənin formulu AB2 idi. İkinci maddənin formulu oldu AB. İndi isə gəl üçüncü maddənin formuluna baxaq. Üçüncü maddəmizdə də bir dənə fikir verin. Buranı sildim. Bax, üçüncü maddəmizdə yenə fikir ver. B-si 4-dür. Deməli, burada bir dənə B var. Amma A-sı 7-dir. Deməli, A2 dənədir. A2B olacaq. Çünki A-nın bir dənəsi 3,5 daxil. Onda üçüncü maddəndə formula olur A2B. Eləmi? Kütlə payı deyirsə, gəl bunları 2 mol götürək. 2 mol götürək. Elə bil bərabərləşdirməyə görə. Daha doğrusu bir dənə fikir ver. Heç 2 mol yox. Bunların hər tərəfini 2 dəfə artıraq. 2 dəfə artıraq ki, A ilə üst-üstə gəlsin. İndi bax, A maddəsinin kütlə payı. Hər biri üçün A maddəsinin 2A bölünsün. Deməli, 2A üzərinə gəlsin 4B. O birisində 2A bölünsün 2A üzərinə gəlsin 2B. O birisində 2A bölünsün 2A üzərinə gəlsin B. Sadə riyaziyyatdır. İndi yoldaşlar, burada harda kütlə payı daha çox olar? Harda kütlə payı daha çox olar? Ən kiçik yolunda. Deməli, 3-də A-nın kütlə payı çoxdur. Deməli, 2-dən. Onun da kütlə payı çoxdur 1-dən. İndi verir A maddəsinin kütlə payı 3-cü birləşməsində birinci və ikinci maddələrdən çoxdur. Həqiqətən tapdıq ki, 3-cü maddədə birinci və ikincidən çoxdur. Deməli, yoldaşlar 5 də doğrudur. Ona görə 5 olanı da üstdən xətt çəkirik. 33-də eləyir, düzgün cavab D variantı. 4-cü qruplar riyaziyyatınızı gücləndirin. Riyaziyyatı bilməsəz, yaxşı nəticə toplaya bilmərsiniz. Hansı reaksiyada alınan üzüm maddə birinci karbon atomla oksidaşma dərəcəsi -1-dir? Yoldaşlar, birinci maddədən etilenin su ilə reaksiyasına alınır etil spirti. CH3, CH2OH. Birinci karbon budur. Hidrogen müsbət, -2. Buna qalır -1. Cəbir cəm 0 olmaq üçün. Deməli, birinci götürmək olar. Biri 1-dir. Biri 1 olan bu getdi, bu getdi. 1 doğrudur. İkinciyə baxaq yoldaşlar. İkinci sadəcə olaraq propilen hidrogenləşməsidir. CH3, CH2, CH3. Müsbət olur -3. 2-ni götürə bilmərik. Ona görə 2-ni də çıxdıq. 1, 4, 5. Onda 3 ilə 5-ə baxsaq tapa bilərik. Gəl 3-ə baxaq. Markovnikov qaydasıdır. Hidrogeni çox olana, brom hidrogeni az olana birləşir. Nə olur onda? CH3, CH aşağı gəlir brom, olur CH3. Müsbət qalır -3. Deməli, 3-ü də götürə bilmərik. 34-cü sualda düzgün cavab olur A variantı. Biraz da ehtiyatlı olun, məntiqli olun, riyaziyyatınızı inkişaf elətdirin. Bir dənə baxım görüm ekran kaydı gedir. Bəli, gedir. Davam edir 35-ci sualdan. Deməli, metan verib və qazların həcm payını verib. X faiz 1-dir, Y faiz 1-dir. Baxaq.
A mol tutaq ki, əlimizdə var, A mol əlimizdə var metan, əlimizdə olsun B mol hidrogen. Verir ki, orta molyar kütləsi 7,6-dır. Onda 16A üzərinə gəlinsin 2B bölünsün A plus B bərabərdir 7,6-ya. 16A üzərinə gəlsin 2B bərabərdir 7,6, A üzərinə gəlsin 7,6B-yə. 16-dan 7,6 çıxanda nə qədər qalır? Deməli, riyaziyyat artıq kalkulyatorda hesablayaq. 16 çıxılsın 7,6, 8,4. Yazıram 8,4 bərabərdir 5,6B-yə. 5,6B-yə. 8,4 5,6-ya bölünər. 8,4-ü hər tərəfi 5,6-ya bölsək, deməli 1,5A bərabərdir B-yə. Yəni A-nın yerinə A bərabərdir A-ya, daha doğrusu A bərabərdir, elə bil A götürək, B bərabərdir, deməli B bərabərdir 1,5A. Bizdən soruşur qarşılıqda həcm payı, məsələn, metan üçün tapsaq, X nəyə bərabərdir? Soruşulur nə? Metan A, yəni metana da biz A demişdik, bölünsün A plus B. Yəni A üzərinə gəlsin 1,5A vurulsun 100%. O da bərabərdir A bölünsün 2,5A vurulsun 100%, o da eləyəcək 40%. Deməli, metan 40-dır. Əgər biri 40-dırsa, o birisinə isə qalır 60%. Sualın düzgün cavabı 35-də eləyəcək B variantı. Davam ediyor 36-cı sualla. Sıra nömrəsi 20 olan X elementinin sıra nömrəsi 20-dirsə aydındır ki, bu kalsium elementidir. Kalsium elementi və kalsiumun ikivalentli elementidir. İndi baxaq. Kalsiumun sulfidinin aydındır ki, kalsium kükürdlə kalsium S, XS, nitrat, kalsium NO3 2 dəfə, nitrat 1 valentlidir, NO3 2 valentli, yəni X, NO3 2 dəfə. Hansı variantlara uyğun gəlir? Ya C-dir, ya D-dir. Və hidroorta fosfat. Deməli, hidroorta fosfat, yəni HPO4 olmalıdır. Yoldaşlar, bax, orta fosfat turşusu 3 əsaslı turşudur, elə 3 əsaslı turşudur. Hidroorta fosfatda kalsium HPO4-dür və kalsium 2 valentli. Deməli, kalsium burada, bax, 2 dənə hidrogen əvəz olunur. Kalsium hidroorta fosfat olur kalsium HPO4. Yəni, XHPO4. Belə bir cavab varmı? Aha, cavab olacaq C variantı. Davam edirik yoldaşlar. 37-ci sualdan hansı reaksiyadan deməli spirt alınır? Spirtdə məhluldan spirt alınmaz. Kucherov reaksiyası burada deməli aldehid alınacaq ilk nümayəndəsindən. Burada benzoy turşusu əmələ gələcək. COOH. Bəli yoldaşlar, cavab D variantıdır. Suda məhlulun təsirində alınır. Burada C2H5OH üzərinə gəlsin natrium xlor konspektdə olan bir reaksiyadır. Alkanların monohalogen törəmələrinə natrium OH və yaxud da kalium OH suda məhlulun təsir edirsə alınır spirt. Gələk 37-ci sualdan, daha doğrusu 38-ci sualdan. Termokimyəvi təhliliyə əsasən reaksiyanın istilik effektini hesablayın. Aha, deməli H2O mayi bərabərdir H2O qaz olarsa reaksiyanın termokimyəvi təhlilini hesablayın. Bizdə soruşulan yekunda olan reaksiya budur. Deyirəm, axı, reaksiyanın biri görsənmir. 2H2 qaz üzərinə gəlsin O2 qaz alınır 2H2O qaz üzərinə gəlsin 2. Deməli, biz ancaq bunu qaz halına gətirməliyik. Neyini? Onda bunun tərəf-tərəfi bir dənə toplayaq. 2H2 qaz üzərinə gəlsin O2 qaz üzərinə gəlsin H2O mayi bərabər. Bax, bu hissəni bir topladıq. Yerdə qalanı da 1. Alınır 2H2O mayi üzərinə gəlsin 2H2O qaz. Yoldaşlar, bu ikisini də toplasaq 572-nin üzərinə mənfi 44 gəlsək 572 çıxılsın 44 eləyəcək müsbət 528 kilojol. İndi mayelər aydındır ki, buradan ixtisar gedər. Mayelər ixtisar getdi. Onda burada nə qaldı? 2H2O maye idi bu arada. İndi burada nə qaldı? 2H2 üzərinə gəlsin O2 qaz alındı nə? 2H2O qaz üzərinə gəlsin 528. Bir dənə gözləyin görün, mən nəyi səhv yazdım?
Nəysə burada səhv yazdıq. Hə, uşaqlar, axı, mən deyirəm, nəysə səhv yazmışam, bir dənə fikir verin. Deyirəm, axı, bir dənə gözləyin. Bax, uşaqlar, burada, deməli, bir dənə fikir verin, burada 2 mi oldu, burada 1 mi oldu? Ona görə biz ikinci tərəfdə hər tərəfi 2 dəfə artırmalıyıq. Bax, burada hər tərəfi 2 dəfə artıracağıq. Bax, birinci reaksiyanı olduğu kimi saxlayıram. 2H2 qaz üzərinə gəlsin O2 qaz alınır 2 molekula H2O maye üzərinə gəlsin 572. İndi yoldaşlar bir dənə fikir verək. Burada bir maye qalır, burada 2 maye qalır. Biz mayələrin ikisini də yox eləməliyik. Ona görə ikinci tərəfi 2 dəfə artıraq. 2H2O maye bərabərdir 2H2O qaza 2H2O qaza çıxaq 88 kilojol. Hər tərəfi 2 dəfə artırırıq. İndi bax bu tərəfi bir toplayaq. 2H2 üzərinə gəlsin O2 qaz üzərinə gəlsin 2H2O maye alınır 2H2O maye üzərinə gəlsin 2H2O qaz üzərinə gəlsin 572-dən çıxıram 88-i 484. Deməli buradan fikir verək, mayelər gedər, yerdə qaldı 2H2 qaz üzərinə gəlsin O2 qaz qaldı 2 molekula H2O qaz üzərinə gəlsin 484 kilojol. Bax bu reaksiya gəldi, çıxdıq. Bizdən də soruşur ki, reaksiyanın istilik effekti 484 kilojol eləyəcək. 38-ci sualda düzgün cavab B variantı. Baxaq 39-cu suala. Deməli, metalların sıra nömrəsi reaksiya daxil oksigen mol miqdarına. Gəl baxaq yoldaşlar, natrium üzərinə gəlsin oksigen. Biz bilirik ki, bu reaksiyada natrium peroksid alınır. Natrium 2O2, bura 1-2 düşdü. Magnezium üzərinə gəlsin oksigen alınır. Burada magnezium oksid. Burada gəldi 1-2 düşdü. Burada gəldi 1-2 düşdü. Mis üzərinə gəlsin oksigen alınır. Mis 2 oksid. Bura 1-2, bura 1-2. Bax, hər birinin mol miqdarı onsuz da bir-birinə bərabərdir. Reaksiya sərf olunan oksigen 1-in 1-ə. Yəni oksigenlərin mol miqdarı bunların sıra nömrəsindən asılı deyil. Sualın düzgün cavabı 39-da eləyəcək D variantı. Uzun bir suallardır. 40-cı sual. X maddəsi. Deməli, aydındır ki, yoldaşlar, aldehid niyə? Bax, bu aldehiddir ki, aldehid. Mis 2 hidroksidlə oksidləşdikdə turşu verir, hidrogenlə reduksiya olduqda birli spirt verir. Cavab B variantı. 41-də metanda karbon atom hibridləşməsi sp3-dür. 1500-də metan parçalanır CH, 3 qat rabitə CH. Yəni asetilinə oldu sp. 2 mol hidrogenlə reaksiyasından demələ gəlir. Deməli C2H6 yenə sp3-ə qayıdır. sp3, sp, sp3. Sualın düzgün cavabı 41-də eləyir. A variantı. Davam eləyək 42-ci sualla. Sink sulfat məhluluna XY metallarının hazırlanmış lövhə saldığı birinci qabda qaz ayrılır. İkinci qabda, aydındır ki, birinci qabda aktiv metal var yoldaşlar. Bunu dərs sırasında danışmışıq. İkinci qabda kütlə dəyişir, üçüncü qabda isə dəyişiklik olmur. Məsələn, birinci qabda tutaq ki, bax, birinci qaba tutaq ki, biz əlavə eləmişik. Hər birində sink sulfat məhlulu var. Bu birinci qab olsun, bu ikinci qab olsun, sink sulfat, sink SO4, bu da olsun üçüncü qab, deməli yenə sink SO4. Birinci qaba aydındır ki, aktiv metal əlavə eləmişik uşaqlar. Niyə? Çünki aktiv metal həmin bu qabda olan əvvəlcə natrium məhlula əmələ gətirən su ilə reaksiya daxil olur. Əmələ gələn natrium hidroksid üzərinə gəlsin hidrogen qazı. Bax, fikir ver, qaz. Həmin bu A maddəsi hidrogen qazını göstərir. Yerdə qalan natrium hidroksid sink sulfatla reaksiya daxil olur. Əmələ gəlir sink hidroksid çöküntüsü üzərinə gəlsin natrium 2 SO4. Deməli, qaz ayrılırsa, deməli, X aktiv metal imiş. Aktiv metal. Sonra, ikinci qabda sadəcə kütlə dəyişir, üçüncü qabda isə dəyişiklik olmur. Üçüncü qabda dəyişiklik olmursa, sinkdən zəif. Tutaq ki, mis əlavə eləmişik. Mis üzərinə gəlsin sink SO4. Burada mis sinkdən zəifdir. Ona görə reaksiya getmir, sıxışdırıb çıxarmır.
Məsələn, birinci qabda da tutaq ki, biz bura maqnezium əlavə eləmişik. Maqnezium sink sulfat məhlulundan sinki sıxışdırıb çıxarda bilər. Daha aktiv daxı alınan maqnezium SO4 üzərinə gəlsin sink. Aydın ki, burada kütlə dəyişməsi baş verir. Maqnezium 24-dür, sink 65-dir. Məhlulun kütləsi, üzr istəyirəm, məhlulun kütləsi azalır, amma lövhənin kütləsi artır. Yəni sözsüz ki, dəyişiklik baş verir. Deməli, onda Y metalı orta aktiv biz götürdük, orta aktiv. Z metalını da məsələn pasiv götürdük. İndi metalların aktivlik sırasının artma sırası. Onda Z, Y, X. Z, Y, X 42-ci sualda düzgün cavab olur Y variantı. Davam edir 43-cü sualla. X alkinlərin homoloji sırasının. Alkinlərin homoloji sırasının ikinci nümayəndəsi, deməli, birinci nümayəndə asetilendir, ikinci nümayəndəsi də bax propindir. Aha, bunun hidrogenləşməsindən aydındır ki, əmələ gəlir. Deməli, CH2, 2 qat rabitə CH, CH3, yəni Y maddəsi. Təzədən bunun su ilə reaksiyasını aparsaq, hidrogeni çox olana, OH da az olana gəlir. Burada olur CH3. Bu oldu Y maddəsi, bu oldu Z maddəsi. Təzədən yoldaşlar, deməli CH3, CH aşağı OH, CH3. Bir atomlu ikili spirtdir. Bunun mis oksidlə iki oksidlə oksidləşməsinə ikili spirtlərdən alınır. Keton, CH3, C2 qat rabitə oksigen, CH3. Oldu keton. Yəni, bu da olur A maddəsi. Deyir ki, A maddəsi daxil olduğu sinifin homoloji sırasının yoldaşlar. Baxmayın ki, burada 3 karbon atomu var. Cavab 1-dir. Niyə? Çünki onsuz da ketonların ilk nümayəndəsi 3-cü karbon atomundan başlayır. Diqqətli olun. Sualın düzgün cavabı C variantı. Baxaq 44-cü, 45-ci suallara. X-in sıra nömrəsi 9-dur, Y-in sıra nömrəsi 11-dir. Aydındır ki, bu flordur yoldaşlar. Bax, X burada yerləşir, X burada yerləşir, Y də burada yerləşir. 9 flordur, 11 də natrium. Elə, bax, dövrü sistem cədvəlini tutaq çəksək. Bu birinci qrupdur, bu da olur, flor 7-ci qrupda yerləşir. Nəysə, Y-in radiusu X-in radiusundan, deməli, Y-in radiusu X-in radiusundan böyükdür, bəli. Çünki radius yuxarıdan aşağı, soldan, sağdan sola doğru getdikcə radius artır. Deməli, Y-in radiusu böyükdür. Deməli, biri 1-dir. Eyni dövrdə səhv uşaqlar. Biri 2-ci dövrdə yerləşir, biri 3-cü dövrdə. Yanlışdır. Atomlarında bir cütləşməmiş elektron var. Bəli, yoldaşlar. Onsuz da bu 3s1-dir. Bir dənə tək elektron var. Bu isə 2, 7. 7-ni də atsaq 2s2, 2p5 kimi açarıq. P-ni də bir dənə baxaq. 1, 2, 3, 4, 5. Bir dənə tək elektron, yəni cütləşməmiş elektron var. 1 ilə 3 doğrudur. Sualın düzgün cavabı 44-də olur. Y variantı. 45-ci suala baxaq uşaqlar. Deməli, 44 oldu Y. 45. Disikloalkan molekulda neytronların sayı yoldaşlar. Mən sizə o sıralamanı əzbərləyəndə dedik ki, disikloalkanlarda o sıralamada heç bir şey dəyişmir. Neytronların sayı hesablanır 6 ilə. 6n bərabərdir 18-ə, n bərabərdir 3-ə. Olur disiklopropan. Rabitələrin ümumi sayı yoldaşlar. Bax, disiklopropanla rabitənin ümumi sayını bilmirsiniz. Disiklopropanı çəkin. Fikir verin, bax, disiklopropan budur. Rabitələrin ümumi sayı 3 dənə karbon-karbon arası var. 1, 2, 3 yerdə qalan da hidrogen. 4, 5, 6, 7, 8, 9. Rabitələrin ümumi sayı olur 9. 45-də cavabı olur C variantı. Biraz tez-tez izah edeyim. Çünki çalışacağım xeyli qəbulları izah edeyim. Hansı duzun hidrolizin birinci mərhələsində turş duz alınır yoldaşlar? Deməli, necə duz deyir? Turş duz. Deməli, bunun turşu tərəfi zəif olsun, və bir valentli olmasın. Mən bunu sizə izahləmişdim. Nəyi soruşursa birinci mərhələdə həmin hissə zəif olmalıdır və bir valentli olmasın. Bir də baxaq, bunun turşusu qüvvətli turşudur. İndi qalırıq B ilə 46-da B ilə C variantı arasında. Deməli, C variantı yoldaşlar qüvvətli əsas qüvvətli turşudan əmələ gəlir. Ümumiyyətlə C variantı hidroliz eləməz. Ona qalır cavab bir dənə B variantı. Natrium hidrokarbonat alınır birinci mərhələsində və yaxud da heç nə edirsiniz, nə alınır? Birbaşa
birinci mərhələdə nəyə soruşursa o zəif olmalıdır. Əgər əsasi desəydi, birinci tərəfi əsasi tərəf zəif olmalı idi və bir valentli olmamalıdır. Gəlirik 47-ci sualına. Dərs izahında vermişəm, ona görə çox üstündə dayanmadım. Natrium OH-ın karbon qazına reaksiyasından indi bu birin-birə yəqin nəzərdə tutur. Alınır natrium hidrokarbonat. Natrium H, təzədən natrium hidrokarbonat natrium OH reaksiyasına alınır natrium 2CO3. Natrium hidrokarbonat natrium 2CO3 ya budur, ya budur. Y variantı ilə A variantı arasında qalır. Y variantı niyə olmaz uşaqlar? Çünki bunun natrium 2CO3 ilə reaksiyasını yazsaq, duzla duz o vaxt reaksiya girər ki, su da həllin olsun. Kalsium ortofosfat çöküntüdür, ona görə reaksiya getməz. Bir dənə qalır 47-ci sualda düzgün cavab A variantı. Gəlirik 48-ci sualdan oksidləşmə reduksiya reaksiyasıdır. Baxaq uşaqlar, deməli kalium 2, xrom 2O7 üzərinə gəlsin H-xlor, alınır kalium xlor, üzərinə gəlsin xrom xlor 3, üzərinə gəlsin xlor 2, üzərinə gəlsin su. Deməli xrom müsbət 6-dan xrom gəlib mənfi 2, xrom heç dəyişməyib baxın. Xrom dəyişməyib uşaqlar. Xrom dəyişməyib. Onda xlor mənfidən xlor gəlib 0-a. Yox, xrom dəyişib. Müsbət 6-dan xrom gəlib dayanın görüm. Mənfi 2, xrom müsbət 6-dan xrom gəlib müsbət 3-ə. Xlor mənfidə axı. Görmürəm buranı uşaqlar. Xrom müsbət 6-dan xrom gəlib müsbət 3-ə. Amma ikisi var. Deməli 3 elektron alıb plus 6 elektron. Xlor da mənfidən xlor gəlib 0-a. Amma ikisi var. Deməli minus 2 elektron 6, 2, 2, 6, 1, 3. Deməli bura gəlir düşür 3. Burada 1. Yəni heç nə yazmırıq. Heç nə yazmırıqsa. Amma xrom da 2-dir. Diqqətli olmaq lazımdır. Onda bu xromun ikisini gətirib bura yazaram. Kalium da 2-dir. Kalium da ikisini gətirib bura yazaram. İndi gəl xlorları sayaq görək xlorlar nə qədər olur. Deməli xlor 6, 12, 14 dənə xlor oldu. Deməli bura 14 düşür. Hidrogenə də 7 düşür. Oksigen 7 oldu. Bərabərləşdi. İndi baxaq uşaqlar, bax. Xlor mənfidən, deməli bu reduksiya edicidir. Reduksiya edici mənfidən 0-a gəldi. Bu isə olur oksidləşdirici. Oksidləşdirici. Bu kimdir? Yaxşı. İndi baxaq, baxaq variantlara. Oksidləşdiricinin əmsalı 1-dir. Bəli, kalium dixromatının əmsalı 1-dir. Biri 1-dir. 1 olan getdi. 5-ə baxaq. 5 uzundur. 2-yə baxaq. Reduksiya edicinin əmsalı 14-dür. Bəli, reduksiya edicinin əmsalı 14-dür. 1 ilə 2 doğrudur. Sualın düzgün cavabı 48-də eləyir. D variantı. Gələk 49-cu suala. Mis oksid və amonyak arasında baş verən reaksiya yoldaşlar yazaq. Mis oksid üzərinə gəlsin NH3 alınır mis, üzərinə gəlsin N2, üzərinə gəlsin su. Gəl bir dənə azotun ikisini bura yazaq, görək düzələcək. Azot oldu 4, bura 6 düşür. Oksigenə 6 yazsaq, oksigenə 6 yazsaq, misə də gəlib düşür 6. Hər tərəfi onda gəl 2-yə bölək. Hər tərəfi 2-yə bölək 3 mol mis oksid üzərinə gəlinsin. Deməli 2 mol NH3 alınır. Deməli 3 mol mis üzərinə gəlsin N2, üzərinə gəlsin 3 mol su. Görək bu halda əmsallaşdı mı? Mis 3-dür, oksigen 3-dür, azot 2-dir, azot 2-dir, hidrogen 6-dir, hidrogen 6-dir, düzəldi. İndi gəl verək. Baxaq, deyir ki, reaksiyada amonyakın miqdarı qrafikdəki kimi dəyişdirirsə. Yəni, amonyak deyir, düşsün 8-dən 2-yə. Yəni, amonyakın sərfi olur, 6 mol amonyak sərfi olsun. Bu zaman neçə mol mis oksid reduksiya olmuşdur. Yoldaşlar, əgər bunun ikisinə 3-dürsə, bizə verir amonyak 6 sərfi olsun, 6-ya x. X bərabər 18-i 2-yə bölürsən 9. Sualın düzgün cavabı 49-da eləyir A variantı. Baxaq 50-ci suala. Hansı mərhələ doğru deyil? Kalium permanganatdır da. Kalium permanganatın üzərinə H-xlor gəldi. Xlorun alınma üsuludur. Bəli, 1 doğrudur. Mis xlorla mis xlor 2 verir. 2 də doğrudur.
Üçüncü reaksiyaya baxaq. Deməli, mis 2 xlorid plümrium 2 nitratla bəli reaksiya gedir. Çünki hər iki suda həll olunur. Nəticədə plümrium xlorid çöküntüsü alınır. Deməli, 3 də doğrudur. Yoldaşlar, dördüncü reaksiya yanlışdır. Niyə? Çünki plümrium xloridlə nitrat turşusu reaksiya girməz. Niyə? Nitratla xlorid bir sırada yerləşir. Ona görə nitrat xloridi sıxışdırıb çıxarda bilmir. O şərtlə sıxışdırıb çıxardar ki, çöküntü alınsın. Alınır plümrium nitrat. Nitratın da bütün birləşmələri həll olur. Deməli, plümrium nitrat çöküntü deyil. Ona görə dördüncü reaksiya gedə bilməz. Kalsium daşı xlorla kalsium xlor 2 hidrogen verir. Olur cavab 50-də Y variantı. Son 10 sual. 51-ci sual. Tarazı sabiti bu olan reaksiya 2NO üzərinə gəlsin O2 alınıb 2 mol NO2. Bir də bunu səssiz alın, imkan verməyəcəklər uşaqlar. Aha. Deməli, tarazlıq sabiti bir dənə telefonu zayitkə taxmış uşaqlar. Aha, davam eləyək. Deməli, tarazlıq sabiti bu olan reaksiya 2 mol NO üzərinə gəlsin oksigen alınıb 2 mol NO2. Bu reaksiyanın tarazlıq qatlıqları nisbəti maddələrin tənliklərdəki əmsallara nisbəti kimdir? Yaxşı, yazaq başlanğıc qatlıq, sərf olunan qatlıq, tarazlıq qatlıq. Bax, başlanğıcda bu 2-nin 1-ə, 1-in 2-yədir. Amma dəqiq deyə bilmərik də neçədir. Ona görə bir məhculla ifadə edək. X, 2x, 2x. İndi yoldaşlar, dedik ki, NO2-yə görə burada duran nədirsə, bu da buna bərabərdir. Onda bura 2x-dir. İndi uşaqlar, bir dənə özünüz baxın. Bu 1-in 2-yə nisbətdir. Bura 2x-dırsa, bura olur x, 2x-dırsa olur 2x. Məhsul üçün başlanğıc qatlığı olmur. Deməli, bunun başlanğıc qatlığı 4x-dir, bunun da başlanğıc qatlığı 2x-dir. İndi verir ki, NO və O2-nin başlanğıc qatlıqlarını hesablayın. Tarazlıq sabiti 0,25-dir. Onda K tarazlıq bərabərdir. NO2-nin tarazlıq qatlığının kvadratı bölünsün. NO-nun tarazlıq qatlığının kvadratı vurulsun oksigen tarazlıq qatlığı. Bərabərdir 0,25. NO2-nin tarazlıq qatlığına 2x. 2x-in kvadratı bölünsün. NO-nun tarazlıq qatlığı 2x. 2x-in kvadratı vurulsun oksigen tarazlıq qatlığı x. Bərabərdir 0,25-ə. Buradan bunlar ixtisar gedər. X bərabərdir 1 bölünsün 0,25. O da 4 mi edir uşaqlar? Yoxsa riyaziyyatım biraz yoruldu. 1 bölürük 0,25-ə, bəli, 4 eləyəcək. X-i də tapdıq 4. Heç nə gətirib yerinə qoyaram. 4 vurulsun 4 eləyəcək 16. 2 vurulsun 4 eləyəcək 8. 16 ilə 8. Sualın düzgün cavabı 51-ci sualda eləyir A variantı. Davam eləyək 52-ci sualla. Deməli, yoldaşlar, natrium OH-la reaksiya daxil olmursa, aydındır ki, bu natrium 3PO4-dür. Natrium 3PO4, natrium OH-la reaksiya daxil olmaz. Amma natrium 2HPO4, natrium H2PO4, hər ikisi natrium OH-la reaksiya daxil olur. Qayda izahlarında danışmışam, ona görə bir də onu izah eləmirəm. İndi yoldaşlar, deməli, natrium OH reaksiyada 3 mol götürülüb. H3PO4 də 1 mol götürülüb ki, reaksiyadan alınıb natrium 3PO4 üzərinə gəlsin 3 molekula H2O. Verib ki, 60 qram X maddəsi budur. 60 qram natrium hidroksid, natrium OH-dan neçə qram X maddəsi? 60 qramdan 1 T qram X maddəsidirsə, natrium hidroksidin kütləsi də 3 vurulsun 40-dır. 3 vurulsun 40-a natrium ortofosfatın kütləsini hesablayaq. Natrium nə qədərdir? 23. 3 vurulsun 23. Üzərinə gəlsin 31. Üzərinə gəlsin 64. Eləyir 164 qram. Onda buradan T bərabərdir. 60 vurulsun 164 bölünsün 3 vurulsun 40. O da bərabərdir. Birbaşa hesablayayım. 82. Eləyəcək 82. Sualın düzgün cavabı 52-ci sualda eləyir A variantı. Davam eləyək 53-cü sualdan. Yoldaşlar, indi burada nə yazılıb? Bu H2S-dimi, sink S-dimi? Burada indi tam oxuya bilmirəm. Bir də bunun kitabçası məndə var. Bir dənə kitabçadan dəqiq baxın. Bu indi nədir? H2S-dimi yoxsa S-dimi? Bir dənə kitabçaya mən baxım, sizə deyəcəm. Aha, davam edir uşaqlar. Kükürdür, sadə kükürt. Verib ki,
kükürt və sin qaz qarşılığının tam yanmasına sərf olunan gəl yazaq. Bax, kükürdü oksigende yandırsam, əmələ gələr SO2. Heç bir əmsalda yoxdur. Sink S-i oksigende yandırsam, alınar sink oksid, üzərinə gəlsin SO2. Bura 3 düşür, bura 2 düşür. Artıq əmsalları salışın əzbərləyin. Görək, həqiqətən doğru mu yazdım? 6, 6, 2, 2, bəli, doğrudur. İndi verib uşaqlar, tam yanmasına oksigen və SO2-nin asılı qrafik verilmişdir. Uşaqlar, bilmirik neçə mol, neçə moldur. Bax, bunun əgər mən bunu A mol yandırıramsa, 1 molundan 1-dirsə, A moluna A. 1 molundan 1 mol alınırsa, A molunun A mol SO2 alınır. İndi, sinkə ikisindən 3 sərf olunur, 3-ündən 2 alınır, 2 alınır. Əgər mən sink S-i bir B mol götürsəm, B mol götürsəm, fikir ver 1,5 dəfə, 1,5 B oksigen alınır, B qədər bundan alınır, B qədər də bundan əmələ gələr. İndi bizə verib ki, gəl sərf olunanlara baxaq. Bax, oksigenim 3-dən, oksigenim düşüb 0,6-ya. Onda sərf olunan oksigen nə qədərdir? 3-dən çıxıram 0,6-nı eləyir 2,4. Baxıram, sərf olunan oksigenin yuxarıda A qədərdir, aşağıda 1,5 B qədər. Bərabərdir 2,4. Və alınan SO2-ni də verib 1,8. SO2 ilə yuxarıda A qədər alınır, aşağıdan nə qədər alınır SO2? B qədər alınır. O da bərabərdir 1,8. Yuxarıdan aşağıdan çıxaram, 1,5-dən B-dən B-ni çıxsaq, 0,5 B bərabərdir. Neçə edir bu? 0,6, bəli, 0,6-ya. B də bərabərdir, 0, nə qədər? 1,2 mi eləyir? 0,6-nı bölürsən 0,5-ə, bəli, 1,2, 1,2. İndi görə bizdən nəyə soruşur? Qrafikə əsas hansı qrafiksə alınan metal oksidinin mol sayı. Metal oksidi nə indi uşaqlar? Bax, metal oksididən fikir verin, elə sink oksid, B qədər alınır, elə 1,2. Deməli, 1,2 mol sink oksid əmələ gələr. Yenə deyirəm, kimyanı yaxşı bilmək üçün reaksiyaları yaxşı bilməlisiniz və nə yaxşı bilməlisiniz? Bir balaca da riyaziyyatınız olmalıdır. 5 dəqiqə fasilə verək uşaqlar. Yaxşı uşaqlar, davam edək. Çox üzr sayın. Zəng gəldi deyə cavab verməli oldum. Deməli, 20 dərəcə Celsius temperaturda 800 qram doymuş məhlul. Aha, 20 dərəcədə, amma bunun həll olma misalını verib 20 dərəcədə nə qədər? Üzr sayın. Yaxşı uşaqlar, baxaq. Çox geri qaldım. 20 dərəcədə 800 qram doymuş məhlul. 20 dərəcədə 8, amma həll olma misalı 600-dür. Həll olma misalını verib 600. Gəl biz buradan baxaq. KH bərabərdir. Həll olmanı 600 veribsə, burada həll olan maddəmiz 600-dür. Həll edicimiz 1000-dir. Məhlulumuz isə 1600. 1600. İndi baxaq. 20 dərəcədə 800 qram doymuş məhlul 50 dərəcə Celsius temperatura qədər qızdırılır. Bu məhlul doymuş hala gətirmək üçün 50 qram X duzu əlavə olunur. Y2, yəni 50 dərəcədə olan həll olma misalını hesablayın və buxarlanmanı nəzərə almayın. Necə eləyək? Deməli, baxaq. Uşaqlar, məhlulda fikir verək, söhbət məhluldan gedir. Onda gəlin, məhlulla həll olan arasında əlaqə. 1600 məhlulda, 1600 məhlulda. Aha, 1600 məhlulda əgər 600 həll olan varsa, 600 həll olan. Elə? Deməli, bizim məhlumuz nə qədərdir? 800 qram. 800 qram məhlul. Gəl görək, burada həll olan nə qədərdir? Həll olan. X yarısı 300. Deməli, 300 həll olanım var. Bax, məhlum nə qədərdir? 800. Bu 800-də 300 əgər həll olandısa, yerdə qalır 500 həll edici. Aha, sonra bu məhlul doymuş hala gətirmək üçün 50 qram X duz. Deməli, həll olanı 50 qram artırıb. Elədi 350 qram. KH-ı soruşur onda. Y, yəni KH bərabərdir Y-ə, o da bərabərdir. Həll olan 350 bölünsün məhlul 500. Vurulsun 1000-lə hesablaya bilərik. 1, 2, 1, 2, 7,
70, arxasına 1 0 700. Deməli orada y də bərabər olur 700-ə. Qəşəng sualdır. Davam eləyək 5-ci sualla. Bərabər mol miqdarda götürülmüş kalsium karbonat və silisium dioksid qarışdırıb kifayət qədər qızdırda qarışığın kütləsi 44 qram azalmışdır. Başlanğıc qarışıqda maddələrin mollarının cəmi nə qədərdir? Rahat bir sualdır əslində uşaqlar. Belə şifaya baxanda deyərik 700, 200. 200 nədir? 2. Bax, niyə? Bax, kalsium karbonatla silisium O2-ni birin birə nisbətdə aparda silisium O2 oksid kimi karbon qazını sıxışdırıb çıxarda bilər. Alınır kalsium silisium O3, üzərinə gəlsin karbon qazı. Heç bir əmsal da yoxdur. Uşaqlar, azalma uçub gedən qaza görə olur. Nə qədər? 44 qram, deməli bu məhlulda azalma var. Elə şərtdə də verib 44 qram azalma. Və yoldaşlar, 44 qram azalma olan zaman başlanğıcda 1 mol budur, 1 mol da budur. Deməli, mollar cəmi eləyəcək 2. Sualın düzgün cavabı. Əgər məsələn azalmanı 88 versə, deməli biz bunu 2 mol götürərdik. Bu zaman mollar cəmi 4 eləyərdi. 56-cı sual. Molekulunda bir asimetrik karbon atomu olan və minimal sayda karbonu olan alkin. Və alkindirsə, bu karbon atomu tutaq ki, asimetrikdir. Və alkindir. Yəni C 3 qat rabitə CH. Deməli bunun biri H olsun, onda biri CH3 olsun, burada olsun C2H5. Yəni CH2, CH3. İndi baxaq, hansı ifadələr doğrudur? 1. Birinci karbonun oksidləşmə dərəcəsi, uşaqlar, birinci karbon başlayır 3 qat rabitə yanına, müsbət, mənfi 1. 1 yanlışdır. Molekulunda 3-cü karbon atomu 1, 2, 3. Yəni bu karbon atomu üçlüdür. Bəli, çünki bax bu karbon atomuna 3 dənə karbon birləşib. Deməli üçlüdür. 2 doğrudur. 3. Molekulunda 16 sp3 hibrid orbitalı var. 1, 2, 3, 4. 4 karbon sp3 vəziyyətdədir. 4-ü də vurursan 4-ə hibrid orbitalı soruşursa, bəli, 16 hibrid orbitalı var. Molekulunda 3 ədəd birli karbon atomu var. 3 ədəd birli karbon atomu var. Bəli, birli karbon, birli karbon, birli karbon. Doğrudur. Beynəlxalq adı 4 metil. Uşaqlar, 3 metil. 3 metil pentin 1. Yanlışdır. Əvəz etmə reaksiyasına daxil olmuş uşaqlar daxil olur. Burada bir dənə hidrogen olduğuna görə əvəz olunmaya daxil olur. Əgər pentin 2 olsaydı əvəz olunmaya daxil olmazdı. Deməli, bu da yanlışdır. Onda sualın düzgün cavabı 2-dir, 3-dür, 4-dür. 57-ci sual. X deyir olsun brom. Bax CH2 X oldu brom. Y hidrogen, yanına hidrogen yazıram. Z-ə də verib brom. CH2 CH3 üzərinə gəlsin natrium OH-ın spirtdə məhlulu. Yoldaşlar, dihalogenli törəmələrə natrium OH-ın spirtdə məhluluna təsir göstəririk. Deməli, natrium OH-ın spirtdə məhlulu. Uşaqlar, burada alınır monohalogenli olanda alkendir, dihalogenli olanda alkin. Yəni CH 3 qat rabitə C, CH2, CH3. Olur butin 1. Onda 1 olur B. İndi ikinciyə baxaq. X-in yerinə deyir H yaz. Yəni CH3 Y-in yerinə brom yaz. C brom. Z-in yerinə H yaz. CH CH2 CH3. Üzərinə gəlsin natrium OH-ın spirtdə məhlulu. Yoldaşlar, əgər monohalogenli törəmələr natrium OH-ın spirtdə məhluluna təsir göstəririksə, alken alınır və 2 qat rabitə yerin mərkəzə doğru dəyişir. CH3, CH, 2 qat rabitə CH, CH2. Bu da olur buten 2. Yəni 2 olur A variantı. İndi gəl üçüncüyə baxaq.
CH2 X-in yerinə H yaz, oldu CH3. Tre, C brom, brom, hər ikisini deyir brom elə. CH2, CH3. Yoldaşlar, əgər bunu natrium OH-ın spirtdə məhluluna təsir göstərirsə, alınır yenə dihalogenlidir və eyni karbonda. Deməli, 3 qat rabitə mərkəzə doğru yeni dəyişir. Olur CH3, C, 3 qat rabitə C, CH3. Onda bu da olur butin 2. Varmı? Olar yəqin. D variantı. B, A, D. Aydındır ki, əlavə məhsullar natrium xlor su falan ayrılır. O da öz, natrium brom su, o da öz yerində. Gəldik situasiyalara. Ekran kaydı gedir. Aha, o getmir yoxsa? Gedir. Əslində test qutarardım biraz. Nəysə. Kalsium, alim kalsium oksidi kömür vasitəsilə reduksiya etməklə kalsium metalını almaq fikrinə düşür. Bu məqsədlə o kalsium oksid və artıq miqdarda götürülmüş kalsium oksid və artıq miqdarda götürülmüş kömür, yəni karbon hava daxil olmadan qızdırır. Lakin reaksiya nəticəsində kalsium metal deyil, bozuntul maddə, yəni kalsium karbid alınır. Üzərinə gəlsin CO. İstədiyi nəticəni ala bilməyən alim köməkçilərindən bu maddənin atılmasını xahiş edir. Köməkçi isə onu yağışdan sonra gölməçələrin birinə atıb geri qaytarmaq istəyəndə gölməçədəki qaz qabarcıqların əmələ gəldiyini görür. Dərhal bunu xəbər verir və bununla da alim elmi əhəmiyyətli bir ilkə imza. Yəni bu kalsium karbid su ilə reaksiyasını nəzərdə tutur uşaqlar. Bilirik ki, alüminium karbiddən metan alınır, amma kalsium karbiddən alınır asetilen qazı, C2H2. Bura 1-2 yazdıq, hidrogen 4, hidrogen 4, oksigen 2 düzaldı. İndi 58. Kalsium metalı əvəzinin təcrübədə alınan bozuntul maddənin formulunu və adını. Bozuntul maddənin formulu yoldaşları budur. 1. Adı isə kalsium karbid. Kalsium karbid. 59. Gölməçədəki qaz qabarcıqdan ayrılmasına səbəb olan reaksiya tənliyi yoldaşlar budur. Asetilen qazı ayrılır. Yazıb əmsallaşdırın deyir. Bozuntul maddənin alınması zamanı. Bozuntul maddənin alınması zamanı. Onda gəl reaksiyanı bir də yazaq. Kalsium oksidin karbonla reaksiyasından alınır bozuntul maddə kalsium karbid, üzərinə gəlsin CO. Karbon 3 dənədir, bura 1-3 yazdıq. 28 qram kalsium oksid reaksiya daxil olmuşsa, 28 qram. Alınan qazın həcmini bizdən litrlə soruşur. Yazıram 28 qrama x litr, özü 1 moldur. 1 molun kütləsi isə 56-dır. 56 qram alınır, burada 22,4 litr. Buradan da x bərabər 2 dəfə deməli neyiniyib? 2 dəfə azaldıb. 2 dəfə azalt 11,2 litr. Sualın düzgün cavabı.